Bunu yadda saxlayın ki, zülm cavabsız qalmayacaq. Siz yaşayırsınız həyatınızda, tutaq ki, öz işinizdəsiniz, öz gücünüzdəsiniz. Biri də qıraqdan qonşudur, dostdur, kimdir, paxıllıq eləyir sizə. Ha? Paxıllıq eləyir. Ürəyində eləyir, paxıllıq. Sizə pislik də eləmir. Ürəyində sizə paxıllıq eləyir. İnanın ki, o paxıllığın da zərbəsini alacaq. Alacaq, mütləq alacaq. Biri sizə paxıllıq eləmir. Sadəcə qədrinizi bilmir. Dəyər vermir sizə. Sən orada narahat olma, qədri bilmirlərsə. Əksinə sevin ki, qədrimi bilmirlər. Onda Allah daha çox qədri biləcək. Amma bir şey bil ki, Allah qədr bilməzləri də cəzalandıracaq. Mütləq cəzalandıracaq. Necə yer, sənin yanında dəyərli adam var idi, sən onun dəyərini vermədin, Allah elə bir keçəcək. Mütləq başına döyəcək o cəmaat, o toplum, o insan.